Bu dəfəki sənədli filmimiz Xızı rayonunun Tıxlı kəndində məskunlaşmış Qarapapaq tərəkəmə türklərinin adət-ənənəsinə həsr olunub. Qədimlərdə Azərbaycanın Qazax bölgəsində yaşayan, daha sonra Sovet dövrünün repressiya qurbanlarından biri kimi Orta Asiyaya sürgün edilmiş Qarapapaq türkləri 90-cı illərdə Azərbaycana gələrək Xızıda məskunlaşıblar. Onlar sümələk bişirmək adətini illərdir qoruyub saxlayırlar. Novruz həm öz adətləri, həm də mətbəxi ilə zəngindir. Lakin Novruz mətbəxinin bəzi şirniyyatları artıq unudulmaq üzrədir. Onlardan biri də sümələkdir. Çoxları sümələyi səməni halvası kimi tanıyır. Sümələk bişirilməsi hansısa niyyətə, diləyin reallaşmasına həsr olunan bir təntənəli mərasim kimi keçirilir. Məsələn, bu dəfə Zəmirə xanım öz oğlu üçün ev tikib ərsəyə gətirdikdən sonra sümələk bişirəcəyini vəd etmişdi. Onun bu arzusu gerçək olub və kənd əhalisini yığaraq sümələk bişirib hər kəsə paylayacaq. Sümələk demək olar ki, 7-8 günə ərsəyə gələn bir təamdır. Əvvəlcə xeyli miqdarda buğda yaxşı yuyularaq isti otaqda böyük bir masanın üzərinə sərilməlidir. Otağın temperaturu 30-40 dərəcəyə yaxın olmalıdır. Bir gündə 3-4 dəfə su verilir. Həmin otağa işıq düşməməlidir və mütləq qaranlıq olmalıdır. Çünki işıq şüası altında cücərtinin göyərməsi daha uzun çəkə bilər. Bu mərhələ təxminən 6 gün olur. Sonra xanımlar növbə ilə buğdanı ət maşınından keçirir, buğda 3 dəfə ət maşınında çəkilir. Buğda tam çəkildikdən sonra 7-ci günün hazırlıqları başlayır. Hansı həyətdə ki, sümələk halvası bişəcək, orada böyük qazan üçün xüsusi ocaq düzəldilir. Sümələyin bişmə prosesi demək olar ki, 24 saat çəkir. Xanımlar növbə ilə qazanı dayanmadan qarışdırırlar. Hər biri qarışdırarkən ürəyində öz arzusunu tutur və onun gerçək olmasını diləyir. Kimin niyyəti qəbul olunarsa, ocaq gələn il onun həyətində yandırılır. Bu, həm də özlüyündə insanların birliyini, yardımlaşmağı ehtiva edir. Sümələk bişdikdən sonra bərabər ölçüdə kənd cəmaatı arasında bölünür. Çox maraqlıdır ki, sümələk 7 günə hazırlanır. Bişənə qədər 7 dəfə su tökülür. Hər su töküldükcə bir daş kənara qoyulur, yəni ümumi 7 daş. Bu bir daha bu təamın nə qədər müqəddəs olduğunu göstərir. Folklor nümunələrində, yazılı ədəbiyyatda, müxtəlif deyimlərdə 7 rəqəminin müqəddəs olması barədə fikirlərə rast gəlinir. Məsələn, ilaxır çərşənbələrdə bulaqdan 7 daş gətirərək onu müxtəlif ərzaq qablarının içinə atarlar ki, evin bərəkəti bu daş kimi yerində möhkəm olsun. Son çərşənbədə də həmişə süfrədə S hərfi ilə başlayan 7 nemət düzülür. Hətta Şumerdə də 7 rəqəmi ilə bağlı məlumatlar var. Yağışdan sonra səmaya gözəllik gətirən göy qurşağında 7 rəng diqqət çəkir. Həftə 7 gündən ibarətdir. Eramızdan əvvəl tikilərək bu günümüzə gəlib çatmış dünyanın 7 möcüzəsi bəşəriyyəti hələ də heyrətləndirir və s. Bu fikirlər sadalamaqla bitməz. Mən Əliyevə Tamara Alıqulu qızı bu səməni prosesini danışayım. Biz də orada nənələrdən öyrənmişik, nənələrdən bilirik, nənələrin sözündən bir kasıb ailə olur. Kasıb ailə də kişi gedir, odun yığarmış, çöldən gətirir, bazara götürüb satıb, uşağına çörək gətirir, çörək. Bir gün satanmır. Gəlir, uşaq da ağlaşır ki, biz nə yiyəcək? Anası deyir, bu da qazandadır da, qazanda pişirirəm, pişər. İndi pişər. Qazanın ağzını örtür, gedir, çölə baxır, deyir, nə ayrım, mən nə pişirim, bunları doydurum. Baxır ki, buğdanın sümbülü var, 7 baş. Onu yolur, gətirir, qazanın içinə su tökür, 5-6 daş tullur, sümbülü də tökür, ağzını da örtür. Uşaqlar dedik ki, ha pişir, pişir bala, pişir, ha pişir. Da uşaqlar yatır, yazıqlar. Yatır, xeyri sabahlar açılsın hamının üstünə. Sabah açırlar, qalxırlar ki, həmən bu səməni pişir. Belə olub pişib. Uşaqlarını doydurub. Ondan biz bunu oradakı pişirənlərlə barabar həməşə qonum qonşu olub icad eləmişik də. İndi buraya gələndə də elə. Bu sümələyi niyyət üçün pişirirlər. Biri deyir, da bu işim yola geçsin, pişirəcəm. Biri deyir, nəvəm olsun, pişirəcəm. Bir də indi hər kimin öz niyyətinə görə eləyirlər. Sümələyi pişirirlər, bunu yaxşı zad eləyirlər, nə bilim, o cecəyiniz adını aparır
suya tökürlər ki, bolluq olsun, yağış yağsın. Özü də aprel, mart-aprel aylarında olur həmişə. Həmişə onu deyirlər, səhrin vaxtı da indi çətindir, gördü, qazanın başında çətinlik çəkirlər. Elə bil ki, qadan aləm, bu oruçluq tutanda iftar verirsən, iftar sürfası. Ona oxşardı da bu sürfədə. Orada görüşürlər, danışırlar bir-birinə, savaqsı pişir, tezdən o başdan saat 7-də açılır qazan. Qazan açılanda onun üstündə bəzi bir şəkillər çıxır. Quran yazıları çıxır bəzi-birdə nə bilim, uşaq şəkili çıxır. Ondan sonra un gətirirlər həmişə səməniyə gələn adamlar un. O qablarını boşadırıq, yuyub təzəlib sabahsı hamıya paylanır. Gəlməyənlərə də hamıya qapı-qapı veririk. Kəndimizə də indi əlimiz çatana. Özbəklər belə deyərdi balam. Deyirdi ki, çoxluqla, eldən el yığılır, ellir, bu doyumlu döy. Doymaq üçün yemirsən ağızda da belə. Hə, dadına baxmaq. Bax, belə deyirdilər. Amma özləri bedriyə qoyur, çömçöy içinə salırdılar. Qapı-qapı gətirir, gəl, səməni verəcəm sana. Qurban səməlisi, səməni deyəndə. İndi elə eləyib, orada elə pişirir, burada da. Əlimiz çatmayana yolluruq uşaqlarla ki, apar ver bunları. Yesin. Nənələr örgədib, buğdoyu təmizləyiblər, ıstağa qoyurlar, yuyub, bir gün qalır, ona sərirlər. Stolun üstünə, gərək ona gündə 3-4 dəfə su verməlisən. Biraz qoyursan, su axsın ki, zad iyi verməsin. O da çertir, cicəklir. Biraz yaşıllananda onu çəkirlər. O rəldən bilmirəm, burada da var mı, yox mu? Rəldən maşın var idim, çəkmək olmurdu. Bir belə ağaçdan soku deyirlər özbəklər. Bir də belə zadı olurdu. Onun içinə qoyur, əzirdilər onda. 3-4 dəfə. Onu da yekə kastrulkalara tökür, suyu tökür. Dummaq buğdanın zadı çıxır da, onu süzür. Ona da un qaşıyırdılar. Ondan sonra qazana tökürdülər. Yağ. İndi kilosuna, nə boyda kiloya, nə boyda yağ, özünün zadı var. 7 kiloya 5 litr yağ tökürük. Bax, muzika da olurdu orada. Bilirsən, muzika çalırdılar, oynamaq, mahnı oxumaq, elə şeylər olur özbəklərin içində. Bütün belə şənlənirdilər də, hamısı. El olurdu. İndi qalxoz, savxoz olubdu o zaman. SSR-in vaxtında işləmişdik. Bir kurort yerimiz var idi Çarvaq deyən. Oraya qalxozun adamları yığılırdı, bir qadın. Bir briqadda nə boyda insan olurdu. Aparır, o səməni öydə zad eləyir, cücərdir. Orada aparır, ora gözəl yer olur, kurort zona olurdu. Orada aparır, pişirirdilər, sabah kimi orada. Onu pişirirdilər, yemək pişirirdilər, artist də gəlirdi deyəsən, toy, şənlik belə. Çörəklə yesən daha yaxşıdır. Bəzi biri qaşıqlayır da yeyir. Bəzi biri çörəklə də yeyir. Yaxşı şeydir. Dadı da. İndi baxır pişirməyinə, baxır buğdana, da indi prosesin gedişatına baxır. Misali, hər ocağın özünün bir nədir, dadı olur. Bilirsən, hər öyün. Bilirsən da, mənim öyümdəki dad ayrı, başqanın öyündəki dad ayrı olur. İndi gərək onu düzgün eləyəsən. Bunu niyyət eləyib qoyulan şeydir, sümələyi. Niyyət eləyirik. Ona görə bu 7 kilo buğdanı alırıq, qəşəng onu yuyuruq. Yuyandan sonra o bir gün qalır suyun içində. Sonra onun suyunu süzürük, yuyuruq. Bir də onu stol üstünə səririk. Sərəndən sonra ona bir gündə 4-5 dəfə su tökülür. Onun cücərməsini gözləyirik. O da hardasa bir 4-5-6 günə cücərib. Onun o hazır olduğunu bilmək üçün yavaşca əlimizi altda salırıq, baxırıq ki, o cicək atıb, bir-birinə bitişib buğdalar. Ondan sonra onu kəsirik, qəşəng kəsirik. Kəsəndən sonra onu ət maşında çəkirik. Ət maşından çəkəndən sonra onu bir də ət maşından çəkdikcə suya tökürük.
Suya tökür, o suda sonra onu qarışdırırıq yaxşıca. Qarışdırandan sonra onun ağ, süt kimi suyu çıxır. Onu yaxşıca sıxırıq. Sıxıb qazanlara tökürük suyunu. Hardasa bir 4 vedrə su gedir. O 4 vedrə suya un çayırıq. Elə bil 30 kilo un çayılır. 30 kilo un çayılır, onu qəşəngcə əllə çalırıq. Çalandan sonra onu başlayırıq qazana tökməyə. Qazana da birinci yağ tökürük. Ocaq yanır, yağını tökürük. Yağı tökəndən sonra onu pişi deyirik də. Bir hardasa ya 7, ya 9, ya 11 ədəd pişi pişiririk. Pişi pişirəndən sonra ondan sonra ora elə bil o vaxtdan o daş, necə ki daşı töküb, o daşı səhərə kimi qaynadıb, səhərci qalxanda baxıblar ki, bir elə yemək olub, ona görə bizdə daş tökürük. Daş tökəndən sonra o qarışdırdığımız o unla onun suyunu tökürük qazana. Qazana tökürük, altını yandırıb, onu qaynadırıq. Elə bil o səhər 9-da qazana tökürüksə, onu 7 dəfə, birincisini qəşəng qızardırıq. Yanır, öz-özünə su qaynadıqca o qatılır. Qatılaşdıqca lap qızardırıq biraz da. O bayaq da özümdə gördüm çəkilişdə, bıçaqla qıraqlarını sıyırırıq, tökürük. Ya da uşaqlara verirdik onu da ki, dadına baxaq, bilək necədir dadı. Və elə onu eləyirik. Suyu tökəndən sonra, onu elə yaxşı qızardandan sonra bunu birinci 7 dəfə də su tökülür. 7 dəfə. O qaynayır, suyu qalmır, bir də tökürük su. O suyu tökdükcə də yaddan çıxmasın, 7 dəfə su tökülməlidir. Ona görə bir dənə qırağa daş qoyuruq. Daş qoyuruq ki, onu bilək ki, neçə dəfə daş tökülür, su tökülüb. Ona görə o daşı tökürük. Onu da 7 dəfə həmən tökdüyümüz suyu yavaş sərin-sərin qaynadırıq. Qaynadırıq, hardasa axşam saat 8-9 baxırıq da 7-ci suyu tökülür. O da həmən yaxşı şey kimi, hazır olana kimi qaynadırıq. Hazır olandan sonra onu üstünü sonra baxırıq ki, hazırdır sümələyimiz. Sonra altını söndürürük. Altını söndürüb, sonra onu qəşəng üstünü qapaqlarla yaxşı bağlayırıq. Bağlayandan sonra üstünə də sonra təzə pakrivaldı, nədir belə şeylərlə qəşəng üstünü basırıq ki, o dəm almalıdır. O öz dəmində daha yaxşı qızarır. O qızarandan sonra ondan o qalır səhərə kimi. Səhər də ondan dururuq, açırıq üstünü, baxırıq ki, sümələyimiz hazırdır. Sonra çıxardırıq, kəndə paylayırıq. Qazanın üstünü açanda elə baxırsan ki, orada elə bir Allah Taala, ora elə bil ki, Allah sözü də yazılıb. Görmüşük onu da. Ay fason, ulduz çıxıb, belə şeylər çıxır. Və belə şeylər də çıxır. Qazanı səhər-səhər açanda baxırsan ki, üstündə o şəkillər var. Ona qıraqdan gələnlər niyyət eləyib evlərindən, hər kəs özləri evlərindən 7 qənd gətirirlər, niyyət eləyib. 7 qənd gətirib, onu da atırıq. Onu da atırıq. Gələn qonşuları çağırırıq. Gələn qonşular hamısı özləri gəlir, niyyət eləyir. Niyyət eləyə onu qarışdırırlar. Qarışdırıb, niyyət eləyib, un da gətiririk. Un gətirmə şeyi də var. Un gətirib gəlirik. Gələnlər hamısı un gətirir, onu eləyirik, tökürük, bişiririk. Bölüşmə demirəm, o qabda un gətiririk. Un gətirdiyimiz qava səhər açılandan sonra öz ölçüsü var. O ölçü qabla tökürük, cəmaət özü gəlir, aparıb gedir səhər.
Gələnlərin hamısına xoş gəldin deyirəm. İndi bu Azata ev tikiləndə demişdim, Allah qoysa evinə getsin, yığışsın, dişli olsun. Həyatında səməni bişirəcəm demişdik. İndi Allah qoy, o elə oldu ki, qismat imiş, sizlər də gəldiniz budura, çəkilişi oldu, sağ olun. İndi kimin ürəyində niyyət yerinə çatanda onu bişirməliyik də. Bu qocalarımız deyib, onlara baxmışıq, öyrənmişik, onlar nə deyib, biz də ona baxıb elə davam edib gəlirik də. Hamı arzusuna çatanda, nə niyyət eləyib, niyyətinə çatanda həmişə bişirmişik. Həmişəlikdə niyyətimizə çataq, arzularımıza çataq. Bir mən onu da demişdim ki, təzə buraya köçüb gələndə əgər dişli olsun, Qarabağımıza alınsın, səməni bişirib paylayacağım demişdim, onu da bişirib paylamışam. Həmən onda, bayaq şərpə deyən kimi qazanın ağzını açanda üstündə yazı olmuşdu, onu oxuya bilmədik, çəkdik. Yəni, belə molla, oxuyan adamlar, ya Əli deyib üstünə yazı yazılmışdı. Hələ də o telefonda var, onu saxlayır uşaqlar, ya Əli deyib yazılmışdı üstünə. Səmənin üstündə, səhər açanımızda üstündə o hərflər çıxmışdı, ya Əli deyən. Sağ olun, nə yaxşı var imişsiniz. Bütün indi baxanlar deyər ki, yada salarlar ki, hə doğrudan da ki, bu davam olurmuş. Orta Asiyada bizim mənim bacılarım, qardaşlarım hamısı ordadır. Qismat olsun, onlara salam söyləyirəm. Onlara da can sağlığı, uzun ömür. Həmişə onlara sizin sayənizdə indi onlar da baxar, göndərərsiniz. Çox sağ olun. Sümələk lap dan yeri söküləndə, dəmdən açılarkən üzərində hansısa görüntü yaranır. Bunu da sanki həmin diləyin reallaşması ilə yozurlar. Məsələn, kimsə övladı, nəvəsi olsun deyə dilək tutursa, sümələyin üzərində bəlkə də körpə çağaya bənzəyən görüntü təsviri də görünə bilər. Sümələyin tibbi xeyirləri də çoxdur. Cücərmiş buğda maddələr mübadiləsini, həzmi yaxşılaşdırır, sinir əsəb sistemini qaydaya salır. İnsanın saçları, dişləri, dırnaqları möhkəmlənir, dərisi yaxşılaşır, cavanlaşır, görməsi itiləşir. Sümələyin bişirilməsi həm də yazın gəlişini, yağış yağmasını, bərəkət, bolluq olmasını tərənnüm edir. Hamınıza ocaqlarınızın gür yanmasını, evlərinizdə bərəkət, ruzi olmasını və canınızın sağlam olmasını arzu edirik. İzlədiyiniz üçün təşəkkürlər.